Eydullahil Ekber Qadir Xum bayramı münasibətilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zaman Əccalallah Teala Fərəcəhu Şərifin məhsəri şərifinə təbrik və təhniyyət ərz edirəm və Allahdan istəyirəm ki, bizləri Qədirdən ayrı salmasın. Xəlil ibn Əhməddən Həzrəti Mövla Əlinin fəzilətlərindən soruşdular. Əlinin fəzilətlərində nə deyə bilərsən? Xəlil ibn Əhməd deyir, nə deyim o kişinin vəsfində ki, düşmənləri həsadətdən onun fəzilətlərini gizlətdilər, dostları da qorxularından onun fəzilətlərini dilə gətirmədilər. Amma buna baxmayaraq, şərqdən qərbə qədər o kişinin fəziləti doldurub dünyanı. Nə deyim bu kişi haqqında? Düşmənlər həsadətdən, paxıllığından Həzrət Əlinin fəzilətlərini gizlətdilər. Dostlarsa canlarının qorxusundan bir dövr var idi ki, Əli demək cinayət idi. Əli desəydin baş gedərdi. Buna baxmayaraq dünyanı doldurubdu Əli fəziləti.